hamı, telefonu olan hamı influencerdır. Hamı bir-birinə bir şəkildə nəsə məsləhət görür. Mənim rəfiqələrim arasında da var. Məsələn, bir-birinə dərman məsləhət görürlər. Nə bilim, biri deyir o birisinə Spirulina iç, biri deyir omega 3 iç. Bu mən hər zaman düşündürüb. İnfluencerlar da bu mövzuda çox cəsarətlidirlər. Yəni kameranı açıb necə dərman məsləhət vermək olar və ya necə qida əlavəsi məsləhət vermək olar. Ən acınacaqlı. Doktor, arıqlama çayını necə məsləhət vermək olar? Mənim hekayəmdə necədir? Mən bunu necə edirəm? Mən gedirəm laboratoriyada analiz verirəm. Analizimin nəticəsini həkimimə aparıram. Həkimim oradakı əksikliklərə uyğun mənə əlavə vitaminimi yazır, mineralımı yazır və mənim bunu başqasına influence etməyim qadağandır, olmaz. Çünki bu individual məsələdir. Bu da sağlamlığın bir parçasıdır hesab edirəm. Amma necəsə biz küyə də gedirik də. Bu sanki bir dəb halından mı gəlib? Bunun reallıq payı nədir? Məsəl üçün biz ilk necə başlamalıyıq? Analizimizi verdik, qan dəyərlərimizi bildik. Qida əlavələri, gənc qalmaq üçün bilirsiniz də qida əlavələri var. Onları necə qəbul etməliyik? Doğrusu nədir bunun? Önəmli məqama toxundunuz ki, həkim nəzarəti olmalıdır. Biz bu gün insan vücudunda çoxlu sayda ağır metallar, kimyəvi qatqıları görürük və lazımlı mineralların qıtlığını görürük. Bax, bu qıtlıq böyük yol açıb. Kimsə desə ki, 50 il öncə bəs heç kim içmirdi. Sən qidanın tərkibi dəyişib, qidanın əkilmə, becərilmə üsulları dəyişib deyənə, qidada daha o qədər mineralı almırıq. Paralel də kənardan alınmasının mən tərəfdarıyam. Bu olmalıdır, amma yenə də kör təbii deyil də ki, bir influencer dedi, bunu içirik, hamı qaçdı onu içməyə. Bu fəsadları olur da, doktor. Bir mənalı ola bilər. Bunu kimsə öz başına edəcəksə belə, o üstündə mütləq qida dəyərləri yazılır. Orada sutkalıq dozalardan çox yuxarıya çıxmasın. Sutkalıqlar minimaldır. Onlardan fəsad genəldə gəlməz. Orada başqa bir şey var. Yoxlamadan sən qan təhlilləri və ya digər toxuma analizlərini onu içirsən, bəlkə səndə dərin çatışmazlıq var və sənin ən böyük fəsadın sən zaman itirirsən. O aldığın dozada heç bir şeyi dəyişməyəcəksən. İllərlə onu içirsən, amma səndə vücuddakı o dərin proseslər gedir. Çatışmazlıqlar fonunda müxtəlif xəstəliklərə sən artıq sürüklənirsən, amma bundan xəbərin yoxdur. Yenə də ölçüb onun əsasında bunu etmək olar və ya ölçmədən, meyarlara baxmadan, heç olmasa sutkalıq dozalardan kənara çıxmayıb. Mən nerdən deyirəm ki, bu halda içdiyiniz əlavələr sizə heç nə verməyəcək. Amma yüksək dozalarda sözsüz ki, doza aşırımı toksik ola bilər və neqativ təsir göstərir. Ən başlıcası bu mineralların bir-birinə rəqabəti var. Sən aşırı kalsium içəcəksən, səndə sinkın və ya digərlərinin çatışmazlığı olacaq. Aşırı sink içəcəksən, misin çatışmazlığı olacaq. Bax, belə fəsadlar yarana bilər sözsüz.